Prezident İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinin fərdi ev və mənzillərlə təmin olunması haqqında sərəncamının icrası davam edir. Daha 8 fərdi yaşayış evi Cəlilabad rayonunda bu kateqoriyadan olan ailələrin istifadəsinə verilib. Ölkəmizdə indiyə qədər 5447 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. Onlardan 91%-i Qarabağ müharibəsi əlilləri və şəhid ailələrdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Cəlilabad rayonunda inşa edilən 8 fərdi yaşayış evinin istifadəyə verilməsi mərasimində məlumat verildi. Fərdi yaşayış evlərindən 4-ünün sənədləri Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim olundu. Mərasimdə çıxış edənlər dövlət başçısının uğurlu sosial siyasət kursundan bəhs edərək, bu siyasətin hər bir vətəndaşın, o cümlədən sosial cəhətdən həssas qruplara aid şəxslərin, müharibə əlilləri və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini bildirdilər. Qeyd olundu ki, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyi ölkəmizdə bütün sosial proqramların, eləcə də əlil və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması barədə dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamının icrası uğurla davam etdirilir. Respublikamızın bir çox rayonlarında fərdi evlərin tikintisi işləri gedir və yaxın zamanlarda 142 fərdi evin tikintisi işlərinə başlanılacaqdır. Məlumat üçün bildirim ki, cari ildə 107 nəfər imtiyazlı şəxs deməli mənzillərlə və 116 nəfər imtiyazlı şəxs isə fərdi evlərlə təmin olunmuşlar. Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri onların maddi təminatlarının, eyni zamanda mənzil məişət şəraitinin yaxşılaşdırılmasına görə dövlət başçısına minnətdarlıq etdilər. Cəlilabadda indiyə qədər 74 əlil və şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub. Yaxın vaxtlarda daha 3 fərdi evin tikintisinə başlanılacaq. Elnur Quliyev, Amit Məmmədov, Təran Əzizadə xəbərlər.